Hə dostlar, bu yağışlı havada yay aylardır. Maşallah olsun yağış yağır. Sega Genesis haqqında video çəkib paylaşmaq istəyirəm. Bu Sega Genesis'in 2026'da, 2025 olsun, lap 2024 olsun. Yəni müasir dövrə uyğun buraxılmış bir versiyasıdır. Konsolun üzərində, karabkanın üzərində parametrləri yazıb 225 oyun hazır üzərində gəlir. Yəni ki heç kaset qoyub və yaxud da kaset axtarmağa ehtiyac yoxdur. Bu oyunları mən incələmişəm, bir-bir incələmişəm. Lazım olan oyunların hamısı orada mövcuddur. Qaldı ki bu konsoldan hal-hazırda məndə 3 ədəd mövcuddur. Birin daimi olaraq istifadə edirəm. İkisi də ki bu vəziyyətdədir. Bunu əvvəldən açıb qoymuşam bura. İndi içərisində olan maraqlı bir detallar var ki, onları ətraflı paylaşmaq istəyirəm sizə. Bu konsolun özüdür. Konsolun özündə içərisində təbii ki oyunların siyahısı gəlir. Çox maraqlı bir siyahısı var. HD Ultra'dır bu arada. İnstruksiya. Burada bəlkə də kodları var. Yox, qoşulmasıdır bu. Ən əsası uşaqlar. Spisok. Bax burada oyunların siyahısı ətraflı şəkildə qeyd olunur. Yəni şəkillərlə. Hətta siz orada belə deyim də, oyunun üzərinə gələndə adla da bilməsiniz, şəkildə orada videoda göstərir. Çox maraqlı bir bax burada kitabçası var. Gəldik konsolun özünə. Bunu YouTube'da da paylaşacağım. Video uzun alınsa da. Konsolun özü bax belə bir konsoldur. Elə köhnə belə deyim də. Sega Classic olan formadadır. Burada on-off'dur, resetidir. Burada da yəqin ki naşnik qoşanda səsi azaldıb ucaltmaq üçün. Sega standartdan fərqli olaraq HDMI çıxışla gəlir. AV çıxışı da var burada. Bunu bilmədim nədir uşaqlar. Bu deyəsən region söhbətidir. Burada da təbii ki poweri. Sonra keçid alaq karabkanın içərisində olan digər aksesuarlara. Burada HDMI-si gəlir dostlar, standart olaraq 1080p çıxış verir bizə. Adapterdir. Voltajını bilmirəm neçədir. Nəysə buradadır. Ən əsası klassik Sega'dan fərqli olaraq joystickləri, pultları yəni şnursuz gəlir. Burada bizə nə lazımdır? Burada bunu atverki ilə açırsan, standart bura bildiyimiz batareykadan yerləşdirirsən və girib oyunlarla rus demişkən nostalgiyaca olursan. Xeyirli olsun, bunlardan bizdə satışda var.